guys, I'm Rexana Jamalova. I am 21 years old and I'm graduated at Baku State University at Biology faculty. And today I wanna explain to you how can you improve your English level. And that's mine. Okay, in Azerbaycanca keçək. Salam ilk öncə və e, girişdən və kanalın adından bildiyiniz kimi adım Rəqsanədir, Rəqsanə Camalova. Bugün sizə ingilis dilini necə inkişaf etdirə bilərsiniz adlı video çəkəcəm və bu videonun bir neçə il əvvəl başqa bir versiyonunu da çəkmişdim. Hansı ki, orada da gözəl məlumatlar vermişdim. Və bugün isə o leveldən daha qat-qat yüksək olaraqdan necə bu vəziyyətə gəldim, necə inkişaf elətdirdim və ən önəmlisi kurslara getmədən. Sadəcə məktəbdə aldığım dərslər, universitetdə zaten 2 semestr, yəni 1 il keçdi və onda da zaten pandemiya dövrüydü. Düzdür, müəyyən şeylər qatdı mənə həmin universitetdəki dərsdə, amma çox da bir şey yapdığı söyləməz. Ona görə də bugün sizə notlarımı alıb gəlmişəm. Bugün necə başlayırıq, necə bu yolculuğu keçirik? 7 addımda sizə başa salacağım ki, ingilis dili levelinizi necə axıcı, fluently native eləyə bilərsiniz, necə danışa bilərsiniz. Belə. Başlayaq birinci leveldən. Deməli, ilk olaraq qeyd edim ki, bu 7 leveli yerinə yetirsəz, siz planlı, tez, effektiv bir nəticə alacaqsınız. Keçək 7 əsas öyrənmə metodundan birincisi həyatına daxil etmə metodudur. Yəni siz ingilis dilini öyrənərkən bunu həyatınıza daxil etməlisiniz. İstər telefonunuzda və ya sosial medianızın ayarları ingilis dilində olmağı, istər keşfətinizi elə ayarlayırsınız ki, xaricilər daha çox düşsün ingiliscə olanlar və onları takib edirsiniz, izləyirsiniz ki, bütün keşfətiniz full ingiliscə olsun. Siz araşdırmalar eləyərkən, istər məktəb, universitet və sair fərqi yoxdur. Araşdırmalar eləyərkən bunu ingiliscə araşdıra bilərsiniz ki, siz öz levelinizi artırmaq üçün burada söz bazanızı gücləndirmiş olursunuz. Çünki niyə? Normalda bir sözü öyrənmək üçün lüğətə yazsaz 5, 10, 15 hər hansı bir sayda söz, siz onları öyrənmək üçün efor sərf edəcəksiniz və bu söz qısa bir müddət sonra deyərdim ki, sizin yadınıza zaten çıxacaq. Ancaq bunu full yadınızda saxlamaq üçün nədən istifadə edə bilərsiniz? Bu kimi mətnlərdən, araşdırmalardan və s. içərisində olan sözlər daha çox yadınızda qalacaq. Belə, yəni həyatına hər yerdə daxil etməyə çalış. Hətta ajanda yazırsan, günlük yazırsansa, mən bunların hamısını etmişəm bu arada. İngilizcə yazmağa çalış, otur hər gün, nə bilim, gün necə keçdi qısa bir şəkildə anlat və ya video çək. İngilizcə video çək və denən ki, bugünün necə keçdi. İkinci level, ilk ana dilimmiş kimi öyrən, uşaq kimi öyrən. Uşaq kimi öyrənmək, bir dili çox mənimsəyib, həqiqətən tez bir zamanda öyrənmək ən effektiv yoludur. Bunu da deyərdim, listeningdən keçir bu yol. Listeningdən və shadowing yöntəmindən, yəni gölgələmə yöntəmi. Siz listening etdiyiniz zaman artıq bütün sözlər sizin beyninizdə həkk olacaq. Bütün sözləri, xarici versiyalarını beyniniz tanınır halə gətirəcək. Yəni sizin beyninizdə o neyronlar başlayır işləməyə. Artıq yeni neyronlar yaranır. Sırf o sözləri yadda saxlamaq üçün, yəni uşaq beyni kimi yeni bir hissələri açırıq. Bu arada beyinlə bağlı qəşəng bir burada bir ara kəsmə yapalım. Qəşəng bir video çəkəcəm ki, beynimizi biz niyə çox istifadə etmirik, edə bilmirik və ya etməyin yolları nələrdir? İndi davam edək. Üçüncü yol nədir? Biz ingilis dilini ətraflı, yaxşı bir şəkildə öyrənmək üçün baxaq. Filmlər, seriallar, podkastlar, musiqilər dinləmək və YouTube kanalları. Mən burada 5 saniyəlik boşluq istəyirəm. Burada gördüyünüz YouTube kanallarına siz asanlıqla keçid edib, dinləyib, ingilis dilinizi asanlıqla inkişaf elətdirə bilərsiniz. Bu YouTube kanalları həqiqətən
çox kömək edir. Çünki hekayə anlatır və ya qrammarı çoxlu sample nümunələrlə anlatır. Ona görə də siz ingilis dilinizi bu YouTube kanallarından inkişaf etdirə bilərsiniz. Bir neçə serial və film önerisinde bulunacak olursam seriallardan How I Met Your Mother en məşhurlarındandır. Friends'lə birə-bir yarışır. Ancaq mən Friends'i bəyənmirəm elə də. Ona görə də How I Met Your Mother yəni the best version. Həqiqətən də çox duygusal yeri başqadır məndə o kinonun. Həmin filmləri izləyə bilərsiniz. Hansı ki Netflix'də və ya film izləyirsiniz təbii ki də. Bütün filmləri ingiliscə izləyə bilərsiniz və ya alt yazı ilə izləyə bilərsiniz. Heç fərq yoxdur. Ancaq listeninginiz üçün ingiliscə izləməyiniz tövsiyə olunandır. Bir araşdırmaya görə, bu araşdırmayı bilə də bilərsiniz, bilməyə də bilərsiniz, ona görə demək istədim. Bir araşdırmaya görə insanlar ingiliscə ən çox öyrənib nə qədər məsələn X bir bazası var idi. Buradan nə qədər çox level atlayıb bunu öyrənmək üçün bir test eləyirlər. Eyni filmi müəyyən bir qrup insan sadəcə ingilis dilində izləyir, alt yazısız. Müəyyən bir qrup insan öz dilində alt yazı ilə izləyir və digər üçüncü bir qrup insan ingiliscə alt yazı ilə izləyir. Və bu üç qrupdan ən çox nəticə alan, ən çox qazanc əldə edən ingilis leveli üçün ingiliscə alt yazı ilə izləyənlərdir. Bu biraz şaşırtıcı gələ bilər. Mən əvvəl düşündüm ki, öz dilində alt yazı ilə izləyənlərdir, amma deyilmiş. İkinci ən çox level atlayanlar öz dilində alt yazı ilə izləyənlərdir və üçüncü olaraq ən az level atlayanlar da sadəcə alt yazısız izləyənlərdir. Belə, bunu qeyd etmək istəyirəm ki, siz ingilis dili öyrənərkən istifadə eləyin mütləq listeningdən. Hər yanınızda, hər şeydə, mahnılarda, filmlərdə, kino, hər yerdə listening olmalıdır. Çünki ikinci qaydamıza istinadən deyə bilərəm ki, siz bir şeyi yazıb oxuyaraq yox, bir uşaq kimi sadəcə dinləyərək öyrənsəz daha effektiv üsuldur bu. Belə. Dördüncü maddəmizdən mən nəyi qeyd edəcəm? Öyrənmək üçün əlbəttə ki, listeningdir, danışıq qabiliyyəti və s. önəmlidir. Ancaq bizə nə lazımdır? Müəyyən qədər qrammatikanı da bilmək, öyrənmək. Və xüsusən də heç bilmədiyimiz bir dildirsə, xüsusilə vacibdir təbii ki, qrammatikanı öyrənmək. Çünki heç bilmirik. Biz bu zaman nə edə bilərik? Müraciət edirik müasir, gözəl, tərtib olunmuş və tez öyrənən proqramlara. Mənim ingilis dili üzrə favorite proqramım Cambly-dir. Cambly-də həqiqətən də çox gözəl öyrənmək olur. Bunu 9-cu sinifdə kəşf eləmişdim. İlk dəfə mən 9-cu sinifdə olarkən o heyecanımı, sosial anksiyetemi yenib çox nəysə. Sosial anksiyetemi yenib də açdım, baxdım. Cambly-də bir xanımla danışdım. Bir müəllimlə danışdım ingiliscə. Hər də yadımdadır orada danışdığımız söhbətlər və s. mən necə cavab verməyim və s. Daha sonra qeyd etmək istəyirəm ki, biz Duolingo proqramından istifadə edə bilərik. Əgər siz heç bilmirsinizsə, ingilis haqqında heç nə bilmirsinizsə və ya zəif bilirsinizsə, A1, A2 falan, bu zaman Duolingo-yu yüklüyorsunuz. Orada qeyd edirsiniz ki, bəs heç bilmirəm və ya levelim nədir falan. Bu zaman siz öz levelinizə uyğun testlər və s. alacaqsınız. Addım-addım gedəcəksiniz və oyun kimi olduğuna görə həqiqətən də bıkmadan sanmadan yapacaqsınız yəni. Mən Duolingo-da İspan dili öyrənirəm hal-hazırda və həqiqətən də çox şey öyrənmişəm. Həm qrammatikası olsun, həm bir şeylər. Müəyyən qədər artıq kimləsə çox az da olsa ünsiyyət qrup danışa bilirəm. Çünki biraz da özümün məncə çox üstündə durub da sözlərini aşırı əzbərləyib falan filan inkişaf elətdirsəydim daha yaxşı olardı əlbəttə ki. Sadəcə olaraq mən ingiliscə daha çox fokuslandım çünki dünyəvi və mənə çox lazım olan bir dildir buna görə. İspan dilini prosta unutmayım deyə gündə biraz Duolingo ilə məşğul oluram. Daha sonra Duolingo'dan əlavə
Dog Cards səhv eləmirəmsə adı belə olmalıdır. Bütün proqramların şəklini buradan yerləşdirəcəm, baxarsınız. Dog Cards'dan necə istifadə etmək olar? Dog Cards'da sizə müəyyən bir filmlərdən kesitlər və s. ya da TV shows ola bilər. Bu arada TV showsa bəyəndiyiniz məşhurlara baxa bilərsiniz. Hollywood ulduzlarına falan. Onları da qeyd edəcəm. Onları da qoyacağım bura. Əvvəlki YouTube-dan açdığım hissəyə onların hamısını YouTube kanallarını qeyd edəcəm. Siz də oradan salıb rahatlıqla tapıb izləyə bilərsiniz. Və Dog Cards'da sizin bilmədiyiniz sözləri öyrədir, izahını verir. İzahını da İngiliscə verdiyinə görə həqiqətən çox biraz da inkişaf eləmiş olur öz diliniz, İngilis diliniz. Növbəti isə speaking haqqındadır. Speakingdə demək istədiklərim nələrdir? Siz artıq müəyyən qədər söz bilirsiniz. Siz artıq müəyyən qədər qrammatika bilirsiniz. Amma qarşınıza bir turist mi gələndə, bir İngiliscə danışmaq istəyən biri mi gələndə danışa bilmirsinizsə və ya utarsınızsa, çəkinirsinizsə, bunun yolları nələrdir? Speaking eləmək, conversation klublara getmək ki, özünüz conversation klubları çox tərcih eləyin və ya insanlar varsa ətrafınızda danışmaq istəyən, sizlə birlikdə İngilis dilini inkişaf etdirmək istəyən, birlikdə vaxt təyin edib həmin saatda İngiliscə danışa bilərsiniz. Bundan əlavə olaraq sizə bir proqram məsləhət görəcəm ki, həmin proqramdan siz həm İngilis dilini, həm Rus dilini, həm İspan dilini, bir də səhv eləmirəmsə başqa Chinese, Indonesian var idi. Onları inkişaf etdirə bilərsiniz. Təbii ki, əsas konumuz burada İngiliscədən söhbət gedir. Siz orada danışdığınız insanın üzünü görmürsünüz, adını bilmirsiniz. Ona görə də daha rahat, sərbəst danışa bilirsiniz, fikirlərinizi ifadə edə bilirsiniz. Çünki qarşınızda bir insan yoxdur. Bu yolla siz artıq müəyyən qədər inkişaf eləyəcəksiniz İngilis dilinizi. Ancaq bir insan içinə düşəndə və conversation kluba gedəndə müəyyən qədər sorunlar yaşaya bilərsiniz. Çox yox, biraz. Çünki bilgi zaten beynimizin içindədir. Bunu da yenmək üçün, yəni conversation klubları çox məsləhət görürəm ki, siz orada İngilis dilinizi inkişaf etdirin. Daha sonra ən möhtəşəmi, məncə ən möhtəşəmi budur. Allah hamımıza qismət eləsin. Allah hamımıza qismət eləsin. Tez bir zamanda bu möhtəşəm 6-cı bəndi xarici və beynəlxalq təşkilatda könüllülük Erasmus Plus. Siz Erasmus Plus layihələri ilə 2 həftədən 2 aya qədər olan qısa müddətli Erasmus Plus layihələri və 2 aydan başlayaraq 1 il, 2 illik var idi mi bilmirəm dəqiq, 1 ilə qədər olanları da uzun müddətli sayılır. Siz qısa müddətli Erasmus layihələrinə gedə bilərsiniz. Qısa müddətliyə getdikdən sonra növbəti 30 yaşınıza qədər yenə qısa müddətlilərə gedə bilərsiniz. Dediyim kimi 2 həftədən 2 aya qədər davam edir bunlar. Ancaq birinci dəfədən, yəni nə bilim neçənci dəfə olsun, uzun müddətliyə getdiyiniz zaman artıq sizin limitiniz bitir. Uzun müddətlidən sonra artıq növbəti olaraq nə qısa, nə uzun müddətli Erasmus layihələrinə gedə bilmirsiniz. İnşallah birlikdə gedərik növbətlərdən. Aylar üçün məncə ən ideal seçimdir bu. Həm bir növ istirahətdir, yeni ölkələr gəzmiş oluruq, yeni dostlarımız olmuş olur və müəyyən bir komandanın içərisində olduğumuza görə özümüzü tək hiss eləmirik. Çünki hamı eyni bir amaç üçün, bir amaç uğruna gəlib toplaşıb bu xarici ölkədə və hamı yaddır. Hamı bir-birinə bir yaxınlıq istəyir. Ona görə də dostlarla bir ortam, bir çevrədə qurmaq asan olar. Həmçinin birlikdə çıxıb gəzib o yeni getdiyimiz şəhərləri kəşf etmək də təbii ki asan olar. Həmçinin beynəlxalq layihələrdə və ya məsələn Enactus deyəsən müəyyən qədər aparırdı. Ya bizdə məsələn Azərbaycanda olan xarici tədbirlərdə məsələn KOP keçirildi, idman könüllüləri və s. Bunlarda siz könüllü olsanız, xaricdən gələn qonaqlarla çox iç-içə olursunuz, onlarla danışmaq məcburiyyətində qalırsınız və nəticədə siz ingilis dilinizi inkişaf etdirmiş olursunuz.
Buna əlavə bir şey də qeyd etmək istəyirəm ki, tur şirkətlərində məsələn ingilis diliniz varsa müəyyən qədər bələdçi olaraq işləyib, orada da bu təcrübəni qazana bilərsiniz. Çünki xaricdən gələn və siz xaricə gedib tur rəhbəri olaraq həm xarici görmüş ola bilərsiniz, həm də ki ingilis dilinizi biraz daha aktivləşdirmiş, speakinginizi aktivləşdirmiş ola bilərsiniz. 7-ci level. Bəs mən nələr elədim? Mən nələr elədim ki, İngilis dilindən heç bir kursa getmədən bu qədər yüksək səviyyəyə çatdıra bildim ingilis dilini. Həqiqətən bu bir başarıdır. Və deməli, danışaq bu haqda. Bunu iki hissəyə ayırmaq istəyirəm. Bir, məktəb dövründə nələr eləmişəm. İki, məktəbdən sonra universitet və sair dövründə nələr eləmişəm. Məktəb dövründə ingilis dilini çox sevdiyimə baxmayaraq, mən ingilis dili dərsindən oturub, məsələn, müəllim bizə verirdi ki, tapşırıq olaraq həmin bir parça mətni əzbərləyə gedək. Yəni sırf o cümlələri, mətni əzbərləyib getməli idi, ya da öz sözlərimizlə danışa bilərdik. Sırf bizim həm speakingimizi gəlişdirmək üçün deyirdi əslində, həm də ki müəyyən söz əzbərləməyimizi üstünə gəlmək üçün, sözləri əzbərləməyimiz üçün. Sadəcə olaraq mən onda o qədər də bilirdim ki, müəyyən qədər okey, inkişaf elətdirər falan. Hər dəfə yayınırdım, qaçırdım, eləmirdim. Bir şəkildə başqa bir cür həll eləməyə çalışırdım. Başqa bir çalışmanı işləyib ya sözlərini prosta əzbərləyib gedibmi. Amma bir-iki dəfə eləyəndən sonra gördüm ki, həqiqətən çox bizə faydası var. Ona görə də müəllim nə deyirsə eləyin. Məktəb vaxtı söz əzbərləyin. Məktəb vaxtında tövsiyəm odur ki, söz daha çox əzbərləyin və mən sözdə oturub da əzbərləməyə çox ərinirdim. Ona görə Da Vinci metodunu mən uşaqlıqdan bəri tətbiq edirəm. Uşaqlıqdan bəri çox fəlsəfi şeylər və beyin trikləri, elmi deyil də helmi araşdırmışam. Ona görə də bu triklərlə beynim artıq çox tez bir şey yadda saxlaya bilir. Özünə təbii ki lazım olan şeyləri, lazım olmayan şeyi belə görüm ki, bir saniyə sonra unuda bilərəm. Da Vinci metodu nədir? Da Vinci metodu bir şeyi siz nə iləsə əlaqələndirib yadınızda saxlayırsınız. Xüsusən də onun içərisində bir duyğu qataraq yadınızda saxlayırsınız ki, bu həqiqətən də çox effektiv üsuldur. Bir videoya bir dəfə baxırdım, bütün sözləri öyrənirdim. Ömürlük yadımda qalırdı. Yəni təsəvvür edin. Siz YouTube-a yazın ki, Da Vinci metodu ilə ingilis dilində sözlər düz çox yoxdur. Mən ona görə də onun kitabını aldım. Kitabı hal-hazırda yanımda deyil, sizə göstərə bilməyəcəm. İnternetdən tapıb bura qoya bilərəm. Bu kitabı mən aldım, bir neçə səhifə oxudum və türkçə olduğu üçün çox da zövq almadım. Ona görə də, çünki türklərin mentalitəsinə girməli idim. Ona görə də mən bu kitabı çox da istifadə eləmədim. Daha sonra mən məktəb vaxtı nə etdim? Çox mahnılara qulaq asırdım. Mən fan olurdum. One Direction qrupu var idi. Mən onun fanıydım məsələn. Bu One Direction'da gözəl mahnılar var idi. Mən də onları yazırdım. Sırf lyrics yazırsınız YouTube-a mahnının adını. Sonra lyrics yazırsınız. Sözləri gəlir. Sözləri gəldikdən sonra onun dəftərim var idi. Music book qoymuşdum altında. Ona köçürdürdüm bütün sözləri və tərcüməsini də yazırdım və əzbərləyirdim. Dayanmadan otururdum bir gün. Dayanmadan mahnıya qulaq asırdım və sözlərini full əzbərləməyə çalışırdım. Tam odaqlanırdım o mahnının sözlərinə, həm mənasına, həm dənilə hamısını əzbərləməyə və artıq mən o mahnını indi də həm əzbər bilirəm, deyə bilərəm, həm də ki yazılışı ilə bilirəm. Sözləri direkt yaza da bilərəm. Bu çox möhtəşəm bir şey idi. Bir üstəki tərcüməsinə də baxırsınız və ömür boyu beyninizdə qalacaq bir mahnının tərcüməsində o sözləri də bilirsiniz deyə avtomatik söz çox öyrənmiş olursunuz. Bunu çox eləyirdim. Ona görə həm söz bazama çox kömək olub, həm danışığıma. Hətta belə eləyirdim bəzən. Dururdum, mahnısız oxuyurdum mahnının sözlərini. Danışırmış kimi oxuyurdum, deyirdim söhbətləri, mahnının sözlərini. Kimsə elə bilirdi ki, xalam uşaqları falan
sinif yoldaşlarım ya kimsə eşidəndə elə bil ki ingiliscə danışır. Amma o vaxtı özümlə cümlə qrupda danışmırdım. Sadəcə olaraq sırf o sözləri tonlamasını dəyişib deyirdim. Belə. Məktəb vaxtından sonra son 2 ildə 10-11-ci sinifdə hədsiz çox dinləmə eləmişəm. Çünki o sirri kəşf etdim. Yəni bir dili öyrənmək istəyirsənsə, bir hakim öyrənməlisən, dinləməni çox eləməlisən. Hər nə iş görürdümsə, qoyurdum listening üçün bir videonu, o arxada çalsın, eybi yoxdur. Video, danışıq, söhbət, hər şey. Eşidirdim. Sonra daha çox məsələn baxmağı sevirdim. LA-dəki, Beverly Hills-dəki villalara. Çox gözəl villalar var orada. Məsələn, 50 milyon, 30 milyon, 20 milyonluq olan videolar, villalar. Onların tanıtım videosuna baxırdım. Enes Yılmazərin ingiliscəsində tanıtımını da çox sevirdim. Gözəl evlərə gedirdi. Ona görə onlara daha çox baxırdım. Sonra həyatlarını araşdırdım ünlülərin, onların intervyularına çox baxırdım. Tonight Show və s. Universitet vaxtı bu arada məktəb bitirəndə də imtahanda elə ən çox biologiya yazmışdım. Çünki biologiya yəni hədsiz möhtəşəm bir şey idi, bilirəm. İkinci olaraq da ingilis dilini ən yaxşı yazmışdım. Çünki həqiqətən də son illərdə ingilis dilini çox inkişaf etdirdim və bunu da mənim hazırlıq müəllimimin payı çoxdur. Çünki həqiqətən müəllimim bizi çox həvəsləndirirdi. Həvəsləndirir deyəndə böyle motivasyon konuşması eləmir deyə sadəcə olaraq dərsə o qədər gözəl keçirdi, o qədər gözəl izah eləyirdi. Onun sırf o izahında, bircə dəfə izahında biz hər şeyi başa düşürdük, bilirdik. Artıq nə isə öyrənməyə çox da ehtiyac qalmırdı. Elə belə üzünə baxırdım, bilirdin hər şey gibi bir şey. Bütün qrammatika qaydalarını falan o bizə çox möhtəşəm şəkildə öyrədib. Həqiqətən çox sağ olsun. Həqiqətən çox sağ olsun. 10 kimi ingilis dili müəllimləri var olsun. Çox gözəl öylədir. Ondan sonra düşünün ki, yəni siz ingilis dilindən 10-11-siz, hazırlaşdınız imtahana. Artıq ingilis dilindən 3 saat, 5 saat ayıracağınız vaxt 1 saat, 2 saat olub da məsəl üçün deyirəm. Qalan vaxtı nə edirsiniz? Təbii ki, nə bilim, listening falan hamısını edirsiniz. Öyrənirsiniz, daha da çox gelişmiş olursunuz. Təbii ki, dəyərləndirənə. Daha sonra universitet vaxtına gedək. Universitet vaxtı birinci ilim full korona. Birinci kursda mən universitetə ayaq basmamışam. Bu vaxtı başladım elə ispan dilinə də. Çünki düşündüm, korona vaxtıdır, boş nə edə bilərəm, necə keçirə bilərəm. Çünki boşam, evdəyəm və dəyərləndirmək istəyirəm. Mən də yerimdə duran bir tip deyiləm. Nəysə, oturub da olsa öyrənməliyəm. Yəni sırf böyle gəzim, qaçım, idman yedim tipindən demirəm. Zehnimi nəyləsə məşğul eləməliyəm, belə deyim. Ona görə də qərar verdim, yeni bir dil öyrənmək, ispan dilinə başladım. İspanca danışmağı bəyənirdim və ispan dilinə başladım. Paralelində ingilis dilinə də başladım. Videolar çəkməyə mən. Mən ingiliscə danışmaq üçün əvvəl özümə dost tapmırdım. Conversation kluba getmək istəmirdim, getmirdim. Təbii yəni karantin vaxtıdır. Və online da çox istəmirdim gibi. Ona görə də nə elədim? Videolar çəkməyə başladım. İngiliscə videolar. Özüm üçün çəkirdim, çoxsunu paylaşmırdım. Bir-iki dənə digər bir kanalım var, orada İngiliscə video paylaşmışam. Keçidəyə izləyə bilərsiniz. Sadəcə olaraq burada İngiliscə videolar çəkdim. O mənə çox, məsələn, həqiqətən də təsir elədi, gelişdirdi. Hər dəfə özümə konsept mövzu seçirdim və mövzuya uyğun danışmağa çalışırdım. Əlbəttə ki, bəzən cümlə sözləri yazıb hazırlayırdım, bilmədiyim sözləri araşdırırdım, tapırdım və bu şəkildə videonu çəkirdim. Uçda ingiliscəmi gelişdirirdim. Sonra universitet vaxtı mən başladım artıq xarici dostlar edinməyə, həm universitetdən, həm digər ortamlardan, hər türlü yəni xarici dostlar, həm canlıda, həm onlaynda. Çünki onlarla danışmaq həqiqətən də yaxşıdır ki, biz ingilis dilimizi gelişdirək. Bunun üçün həqiqətən xarici bir dost, xarici bir danışıq partneri çox yaxşı bir şeydir. Ya da ola bilər ki, o sizin dili öyrənmək istəyirsən, onun dilini öyrənmək istəyirsən.
bir gün o dildə, bir gün bu dildə danışıb da, yəni mən bu günə çatdıracaqlarım bu qədər. Bu gün həqiqətən də çox gözəl məlumatlar verdiyimi düşünürəm. Əməl eləsəz çox gözəl gəlişim əldə edə bilərsiniz. Bir şey də qeyd edeyim sağollaşmazdan öncə. Hədəf qoyun özünüzə. Məsələn, 1 aylıq, 90 günlük, atıram 365 günlük və s. ola bilər. Ya 365 gün gündə 5 dənə söz öyrənmək ola bilər. Ya hər gün 365 gün gündə 10 dəqiqə falan tutaq ki də listening olmuş ola bilər. Bu da ki listening də nə deməkdir? Girirsiniz YouTube İngilizcə bir dənə videoya baxırsınız. Bu arada IELTS imtahan videoları var. Onlara da çox baxmışam. Onda elə YouTube səhifəsini falan qoyaram. Ona da çox baxın. Çünki hamısı təsir edir. Siz məsələn 8 bal IELTS verən birinin intervyusu ilə, alan birinin intervyusu ilə 6 bal, 5 bal, 3 bal belə olanlar var ki, paylaşılıb. Onların intervyusuna baxırsınız və görürsünüz ki, arasında nə fərqlər var, nəyə, nə qədər çox bal verirlər və s. necə danışmaq lazımdır ki, siz daha çox bal alasınız. Belə qulaq asdığınız üçün bura qədər təşəkkürlər. Uğurlar. Bay bay.